Lüksemburqda Ai Xarici İşlər Nazirləri Şurasının iclası davam edir. Digər mövzularla yanaşı Gürcüstan məsələsi də müzakirə olunacaq. İclasdan əvvəl Ai liderləri və üzv ölkələrin diplomatları mətbuata açıqlamalar veriblər. Genişlənmə üzrə Avropa komissarı Marta Kaos bildirib ki, Gürcüstanda baş verənlər narahatlıq doğurur. O, Gürcüstan hökumətini xalqı dinləməyə, vətəndaş cəmiyyəti ilə danışmağa və onların Avropanın bir hissəsi olmaq istəyinə əməl etməyə çağırıb. Tbilisiyə səfəri zamanı Rustaveli küçəsində keçirilən mitinqdə iştirak edən Finlandiyanın Xarici İşlər Naziri Elina Valtonen də mətbuata açıqlamalar verib. Onun sözlərinə görə Gürcüstanda gördükləri çox narahat edicidir. Gürcüstan-Almaniya münasibətləri necə davam edəcək? Müxalifətin bir hissəsi səfir Peter Fisherin məsləhətləşmələr üçün geri çağırılması məsələsini mənfi adlandırır və bildirir ki, Gürcü arzusu Rusiya orbitinə keçib və onların məqsədi Gürcüstanı təcrid etməkdir. Hakim partiya Gürcüstanla Almaniya arasındakı çox illik münasibətlərin qorunub saxlanılacağına ümid edir. Bununla belə Peter Fisherin Viyana konvensiyasını pozaraq ölkənin daxili işlərinə qarışdığını qeyd edirlər. Almaniya işin necə davam etdiriləcəyi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Gürcüstandan səfiri geri çağırıb. Bundan əvvəl sentyabrın 24-də Peter Fisherin Xarici İşlər Nazirliyinə çağırılmışdı və növbəti gün isə Alman diplomat artıq hökumət administrasiyasının rəhbəri ilə danışıqlar aparmaq üçün dövlət dəftərxanasında idi. Gürcü arzusu yaxın günlərdə milli hərəkat və ona bağlı partiyaların fəaliyyətinin qadağan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək. Müxalifət hazırlanmış iddianı kəskin tənqid edir və bildirir ki, Gürcü arzusunun siyasi partiyaların qadağan olunmasını ictimaiyyətə təklif etdiyi forma demokratik standartlara uyğun gəlmir. Hakim komanda isə Gürcü cəmiyyətinin bu qərarı çoxdan gözlədiyini bildirir. Əksəriyyət üzvləri İstintaq Komissiyasının rəyi əsnasında iddia hazırlayıblar. Gürcü arzusuna görə gündəliyə konstitusiya quruluşuna və ölkənin milli maraqlarına xələl gətirməyə cəhd edən bütün siyasi qurumların olub-olmaması məsələsi yer alacaq. Gürcü arzusunun keçmiş yüksək rütbəli məmurlarına qarşı hansı hüquqi münasibət bildiriləcək, hələ ki məlum deyil. Sadəcə məlumdur ki, sözü gedən məsələ ilə bağlı qurum hələ heç kimi dindirməyib və saxlamayıb. Cinayət İşləri Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin 2 idarəsi, o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırılır. O da məlum olub ki, İraqli Qaribaşvili, Qriqor Liluaşvili, Otar Parçxaladze və onlara aid olan şəxslərin evlərinə baxış zamanı 7 milyon dollardan çox pul, qiymətli əşyalar, elektrik avadanlıqlar və sənədlər götürülüb. Dövlət Təhlükəsizlik Xidmətindən izah ediblər ki, keçmiş yüksək vəzifəli məmurlarla bağlı hansı hüquqi cavabın veriləcəyinə götürülən sübutlar araşdırıldıqdan sonra qərar veriləcək. Sözü gedən mövzu hələ də siyasi dəyərləndirmə mövzusudur. Məhbusların məhkəməsi gecə saatlarında başa çatıb. Tbilisi şəhər məhkəməsi jurnalist və Xosanayanı 6 sutka inzibati həbs cəzasına məhkum edib. Daxili İşlər Nazirliyi onu oktyabrın 18-də Rustaveli prospektində yolu suni şəkildə bağlamaqda ittiham edir. Levan Cobava və Şalva Çubinidze 14 sutka həbs cəzası alıblar. Məhkəmə David Qogiçayşvilini də inzibati xəta törətmiş şəxs kimi tanıyıb və ona 6 sutka inzibati həbs cəzası verib. Oktyabrın 18-də keçirilən etiraz aksiyası ilə bağlı saxlanılan digər şəxslərin də məhkəməsi Tbilisi şəhər məhkəməsində keçirilib. Daxili İşlər Nazirliyi bəyan edib ki, mitinq iştirakçıları Gürcüstanın məclislər və nümayişlər haqqında qanunun 11-ci maddəsinin tələbini pozublar. Buna əsasən mitinq iştirakçılarının sayı tələb etmədiyi halda nəqliyyat hərəkət hissəsinin suni şəkildə bağlanması yol verilməzdir. Daxili İşlər Nazirliyinin məlumatına görə nümayişçilərdən bəzilərinin də üzləri örtülü olub ki, bu da qanun pozuntusudur. Oktyabrın 18-də Rustaveli prospektində keçirilən aksiya ilə bağlı 14 qanun pozuntusu İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həbs edilib. 13 nəfər barəsində isə inzibati icraat aparılır. Rustaveli prospektində keçirilən etiraz aksiyası gecə saatlarında başa çatıb. Xəbərdarlığa baxmayaraq vətəndaşlar hələ də küçəni bağlayıblar. Nümayiş Avropa meydanında başlayan yürüyüşlə müşahidə olunub. Aksiya iştirakçıları axşam saat 9 radələrində yolu bağlayıblar. Polis bir neçə dəfə onları yolu təmizləməyə çağırsa da etirazçılar tələbi yerinə yetirməyiblər. Onlar 2 saata yaxın xüsusilə də yolu bağlamış, sonradan özləri yolu açmışdılar. Nümayiş başa çatdıqdan sonra hüquq mühafizə orqanının əməkdaşları azadlıq
Əməkdaşlıq metro stansiyasının ətrafındakı ərazidə aksiya iştirakçılarını şəxsiyyətlərinin müəyyən edilməsi üçün saxlayıblar. Onlardan bir neçəsi ilə bağlı polis əməkdaşları üzlərini maska ilə bağlaması ilə bağlı müvafiq protokol tərtib ediblər. Gürcüstanın Daxili İşlər Naziri nümayəndə heyəti ilə İsraildə səfərdədir. Geka Geləcəyə İsrail dövlətinin Milli Təhlükəsizlik Naziri ev sahibliyi edir. Üzbəüz və geniş tərkibdə görüşlər keçiriləcək. Hüquq mühafizə sahəsində əməkdaşlıq memorandumu imzalanacaq. Gürcüstan nümayəndə heyəti həmçinin müxtəlif polis bölmələrinə baş çəkəcək və onların işinin xüsusiyyətləri ilə yerindəcə tanış olacaq. Ukrayna vətəndaşı Batumidə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında və onların qanunsuz satışına şərait yaratmaqda ittiham edilərək həbs edilib. Onun şəxsi yoxlaması zamanı satış məqsədi ilə qablaşdırılmış 15 bükümdə tetrahidrokanabinol narkotik vasitə maddi sübut kimi götürülüb. Acarada Rusiya vətəndaşı da külli miqdarda narkotik vasitələrin, habelə psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanılmasında və satışına şərait yaratmaqda təqsirli bilinərək həbs edilib. Onun üzərində baxış zamanı narkotik vasitə olan metadon götürülüb. Cinayətlər 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur. Erməni mətbuatının verdiyi məlumata görə Gümrü şəhər meriyasında əməkdaşlarla xüsusi təyinatlı dəstə arasında qarşıdurma baş verib. Eyni zamanda meriyanın binası qarşısında vətəndaşlar toplaşırlar. Hadisə yerinə polis qüvvələri cəlb olunub və binanın girişi bağlanıb. Erməni mediası artıq xəbər verir ki, Gümrünün merisi Vartan Qukasyan və daha 7 nəfər saxlanılıb. Bundan əvvəl erməni mətbuatı Gümrü meriyasına Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının daxil olduğu barədə məlumat yaymışdı. Ermənistanın Antikorrupsiya Komitəsində jurnalistlərə bildirilib ki, Gümrü meriyasında istintaq hərəkətləri aparılır. Gürcüstanın Mədəniyyət naziri İtaliyada işgüzar səfərdədir. Tinatin Ruxacə Gürcüstan səfiri parlamentin vitse-spikeri Nino Zilosani ilə birlikdə Empoli və Florensiyada Gürcü Bazar günü məktəblərində olub. Məktəblərdə 30 şagird Gürcü dili və ədəbiyyatı, Gürcü tarixi, rəqsi, müğənniliyi, mahnı və mədəniyyəti öyrənir. Florensiyadakı Gürcü kilsəsində Mədəniyyət naziri Arximandrit Keşiş Andriy Laçabidze və möminlərlə görüşüb.